Qızıl bir ay ərzində 23-25%-ə qədər düşüş elədi və bu əslində gözlənilən idi, təcrübli bir şey yox idi və xatırlayırsınızsa mart ayının 2-sində mən belə bir video paylaşmışdım ki, qızıl sürətlə düşə bilər və əsrin ən böyük manipulyasiyasını eləyə bilərlər. O videoya baxaq, mən fikrimi sonra davam edəcəm. Belə olduğu halda qızıl da sürətlə düşməyə başlayacaq. Ümumiyyətlə mən düşünürəm ki, bəlkə də əsrin ən böyük manipulyasiyasını eləyə bilərlər qızılda. Bəli, gördüyünüz kimi iri bir mum var. Aylı qrafika baxsaq və mən düşünürəm ki, reaksiya ala-ala, yəni bu bölgələrdən təpki alacaq, reaksiya alıb yuxarıya retest eləyəcək və o bölgələrdə müəyyən bir flat yaradacaq və oradan da 3745 bölgəsinə və nəhayətində də 3000-2880 bölgəsini görməlidir. Yəni bunu deyən mən deyiləm əslində, bunu Fibonacci deyir. Yəni Fibonacci-ni doğru istifadə edənlər bilir ki, müəyyən bir bölgələrdən sonra qiymət reaksiya alıb və müəyyən bir bölgələri mütləq şəkildə görməlidir. Yəni bu bütün bazarlarda keçərlidir və qızılda da yəni bu belə olacaq, amma yenə deyirəm, müddətini tam demək olmur, çünki bu böyük zaman dilimlərində bunu göstərir. Bəlkə 2 ay olar, bəlkə 3 ay olar, 1 ay da ola bilər. Yəni 5-6 ay ərzində düşünürəm 3745 və 2880 bölgələrini görməlidir.